Salam, bugünkü videoda JWT tokenini algoritmi değiştirerek, yani sistemde bize verilen algoritmi konfüz ederek autentikasiya yolunu bypass edəcəyik. Yəni özümüzü administrator e, roluna seçəcəyik kimi fikirləşə bilərik. Laba keçid edək. Laba keçid etməzdən əvvəl mən sizə bu proses necə işləyir onu göstərmək istəyirəm. Burada bizə simetrik və asimetrik keylərin necə işlədiyi göstərilib. Gördüyünüz kimi simetrik keylərdə sadəcə serverla bizim aramızda bir secret key olur və biz hər dəfə sign etdikdə server bizə bu secret key verir. Təbii ki biz bu secret key görmürük. Hər dəfə verify etdikdə isə yenə bu secret keydən istifadə edərək biz öz authentication yolumuzu verify eləmiş oluruq. Hansı ki biz bu üsula HTS 256, yəni HiMac və SHA 256 algoritmlərindən şifrələyib keçid edirik. Burada isə digər bir yol asimetrik şifrələnmə. Yəni asimetrik şifrələnmədə isə biz RS256, yəni RSA və SHA 256 algoritmlərini istifadə edərək şifrələyirik. Hansı ki burada bizdə simetrikdən fərqli olaraq əlimizdə 2 ədəd key olur. Bunlardan biri private key və digəri public key. Biz sign etdikdə server'a private key göndəririk. Hər dəfə biz verify etdiyimizdə isə server bizim private key özündə saxlayaraq bizim hər verify'imiz üçün public key yaradır. Və biz təbii ki burada private key görmürük, amma hər verify'da biz bu public key görürük. İndi buradakı vulnerability hardan çıxır? Yəni sistemdəki zəiflik. Biz də zəiflikdən çıxıb sistemə administrator yolu ilə giriş edə bilirik. Burada baxın belə bir kod sətri var. Hansı ki bu kod sətri həqiqətən də realda JWT tokeni autentikasiyası istifadə edən web aplikasiyalarda istifadə olunan bir funksiyadır, metoddur. Burada bizdən verify eləmək üçün token və burada secret or public key kimi bildirilib. Algoritm olaraq bizim header'da göndərəcəyimiz, request hissəsində göndərəcəyimiz algoritm götürülür. Əgər algoritmimiz RS256-dırsa, burada bizdən public key verir. Bayaq burada şəkildə sizə göstərdiyim kimi burada bəli public yəni RS256-dırsa bizim üçün burada public key yaradılır. Amma əgər HTS 256-dırsa, burada sadəcə bizim üçün secret key yaradılır. Signature eləmək üçün. Gördüyünüz kimi buradakı hissə. Və buradakı zəiflik oradadır ki, biz əgər sistemdə RS256 ilə biz sistemə keçid edirik, yəni sistemə biz request RS256 ilə göndəririk və yaxud sistem bizim RS256 ilə göndərəcəyimizi predikt eləyir. Amma problem oradadır ki, sistem RS256 üçün ayrıca bir hər hansısa bir endpointdə gördüyünüz kimi, məsələn, burada belə bir endpoint və yaxud belə də ola bilər, fərqi yoxdur. Yəni çox vaxt belə olur. Bu endpointlərdən birində bizim üçün, hətta bəli, labımız da açılıb burada. Məsələn, baxın, belə göstərim sizə. Burada baxın bizim üçün RS, yəni burada məsələn bizdə istifadə olunan RS256-dır. RS256 olduğu üçün sistem bizə bizim görə biləcəyimiz public key göstərir. Bizim eləyəcəyimiz isə header'da göndərdiyimiz RS256 üçün bizə uyğun olan bizdə burada gördüyümüz public keydir. Biz isə eləyəcəyimiz RS256 algoritmini dəyişib RS256 algoritmini dəyişib HS256 algoritm eləsək, əlimizdə olan bu public key biz sadə bir secret key kimi sistemə tanıdıb, public keyimizi secret key olaraq hər istifadə üçün istifadə edə bilirik. Yəni həm verify, həm signature'da biz sadəcə public keydən yararlanıb private key ignorelayıb sistemə daxil ola bilərik administrator olaraq.
Okay, indi burada bizə göstərilib burada. Baxın burada case hissəsi var. Case hissəsində bizə verilən bu bizim public key'imizdir. Sistemin bizə göndərdiyi public key'imiz budur. Burada istəyirsək də buradan public key yazaq. Public key. Bəli, baxın bu bizim artıq public key'imizdir. İçində də gördüyünüz kimi parametrlər var. KTA, RSA verib. Yəni bu hissələr default təbii ki bizə əsas lazım olan. Buradan sonra n parametrində verilən signature'ımızdır, imzamızdır. Çünki biz sistemə daxil olanda əsas olaraq digər videoda izah elədiyim header və payload hissələrini signature eləmək üçün bu n hissəsinə baxır və bunun əsasında hashləyir. Okay, bizim indi eləyəcəyimiz isə sistemə mən normal göndərirəm. Historiya gələk, bunu təmizləyək buranı. Baxın bununla bu yəni key'in array olaraq görünüşü belədir, JSON olaraq görünüşü belədir. Case hissəsi, case array var burada. Hansı ki içində KTI, KID və n parametrləri var. Burada case hissəsini belə göstərir, çünki biz dediyim kimi RSA 256-dan istifadə edirik və RSA 256-da public və private keylər olur. Bunlardan hər hansısa biri private və yaxud public ola bilər. Yəni, təbii ki biz bunu bilə bilmərik hansıdır. Amma burada 2 dənə olmağın səbəbi odur ki, bunlardan birini sadəcə biz görürük. Hansı ki sizə göstərdim. Bu, məsələn, bu bizim artıq public key'imizdir. Sistemdə istifadə edəcəyimiz public key'imizdir. Hər dəfə sistemi verify, yəni sistemə, aplikasiyaya girib bir şey verify eləməyimizi istəyəndə sistemə göndərdiyimiz cookie JWT tokeni public key olaraq bizim qabağımızdadır. Digəri isə private key'dir, hansı ki biz onu sadəcə sign eləyəndə görürük. Yəni sadəcə sistemə login olanda o göndərilir. Daha doğrusu biz onu görmürük. Sadəcə sistemin öz cache-ində, lokal cache-ində saxlanılır. Biz isə indi eləyəcəyimiz o private key ignorlayıb sadəcə public key'imizi secret key'ə çevirərək, algoritmi dəyişərək secret key'ə çevirərək sistemi manipulyasiya eləyib administrator olaraq sistemə daxil olacağıq. İndi bizə burada Portswigger'ın özünün necə bu algoritmi dəyişərək sistemi manipulyasiya edə biləcəyimizi göstərib. Birinci, yəni bu hamıda olmalı olan, bir dəqiqə mən buradan sistemdə kəsdireyim. My account deyək, winner Peter. Bəli, burada bunu repeater'a göndərək. Gördüyünüz kimi burada bizim session'ımız var. Bu bizim JWT tokenimizdir. İndi mən gəlirəm bu hissəyə. Gördüyünüz kimi RS256 və payload hissəsində də subda winner var. Biz bunu manipulyasiya eləməyə çalışacağıq. Necə? Bu hamıda olmalı olan bir yəni JWT üstündə işləyirsinizsə, hamıda olmalı olan bir extension'dır website'in daxilində. Mən indi gəlirəm bura. Bizə website'in özünün dediyi JWT editor case'ə gəldik. Buradan deyir ki, yeni bir RSA key yaradın. RSA key'e klik etdik və burada dediyi üçün, yəni dediyinə görə bizim burada kopyaladığımız bəli, public key yazmışam axırına. Bunu kopyalayırıq. Deyir ki, JWT, yəni tapdığın JWT-ni buraya yapışdır. Yapışdırdım mən bura. Niyə xəta verdi? Neyse, səhv monitorizə yoxdur deyəsən, ona görə xəta verib. Dəqiqə. Buradan JWT.son deyək. Bəli, monitorizəni götürməmişik, ona görə xəta verir. Belə olacaq indi. Bəli. İndi baxaq bizə başqa nə deyir. Deyir ki, PEM seçin. Niyə PEM seçirik? Biz sistemin daxilində formatın JWT mi yoxsa PEM olaraq mı saxlanıldığını bilmirik. Buna görə də biz burada, yəni bizə tövsiyə olunur ki, yəni əgər biz bunu real mühitdə test etsəydik,
JVK olarak da yoxlamalıydıq, PEM olarak da yoxlamalıydıq, amma bizə port trigger deyir ki, bu PEM formatındadır. Ona görə biz PEM üstündən gedirik. Deyir PEM olarak seçin və bunu kopyalayın. Sonra deyir dekodera gedib bu kopyaladığımız PEM keyimizi buradan çıxış edirik. Dekodera gəlirik, PEM keyimizi buraya yapışdırırıq. Bunu Base64 olarak enkod eləməliydik. Base64 olarak enkod etdikdən sonra baxın, deyir ki, təzədən yenə qayıdırıq və bu səfər simetrik key yaratmalıyıq. Yeni bir simetrik key yaradırıq. Keyimizi bura. Yox, bir dəqiqə. Keyimizi buraya yapışdırmazdan qabaq yeni bir simetrik key generate edirik. Hansı ki key, key ID və key parametrlərindən ibarət. İndi bizdən istədiyi odur ki, yenisini generate elədik və buradakı key parametrini bizim enkod elədiyimiz PEM formatında Base64 hansı ki bayaq enkod elədik, bunu buraya yapışdırmalıyıq. Bu bizim artıq yeni bir signature'ımız olacaq. Niyə? Çünki yəni dediyim kimi biz sistemdə olan public key'imizi götürdük, onu enkod elədik və yeni bir özümüz üçün sistemə daxil olanda istifadə edəcəyimiz simetrik bir key yaratdıq. Sistemi bu sayədə manipulyasiya eləməyə başlayırıq. Key parametrimizə də yapışdırıb OK vururuq. Baxın, burada yeni bir key, yəni ID'si bu olan yeni bir key yarandı. Private key var, signing'i var, verification və s. və s. İndi mən gəlirəm repeater'a. OK. Bu artıq bizim yeni signature'ımızdır. RS256 dediyim kimi private public'dən ibarət olacağı üçün biz bunu dəyişib haysiyət eləyirik. Username'imizi dəyişib administrator eləyirik. Və biz artıq sign eləyəndə burada yeni yaratdığımız key ilə sign eləməliyik. Çünki bu artıq bizim public key'i çevrilmiş versiyamızdır. Yəni biz sistemdə olan public key'i enkod eləyib yeni bir Base64 formatında aldıq və bu Base64 formatı hansı ki sistem daxilində olan Base64 formatına, PEM Base64'ün enkodlanmış formatına uyğun gəldiyi üçün sistem bizi sign eləyəcək. OK, bunu OK vururuq. Gəlin istəyirsiniz yoxlayaq. Baxın, burada biz bura request atmaq əvəzinə admin panel request atırıq. Send deyirəm. Baxın, gördüyünüz kimi 200 OK alıram 401 əvəzinə. Belə göstərmək olar. İndi bizdən tapşırıqda istənilən nədir? Ona baxaq. Tapşırıqda da bizdən Carlos user'ını silməyimizi istəyir. Silək. /delete username equals Carlos. Bərabər yazanmadıq. Carlos deyək. Send deyək. 302 found dedi. Tapşırığa qaydaq. Gördüyünüz kimi congratulations you solved lab. Biraz qəliz bir məsələ olsa da ümidvaram ki, başa düşülən olmuşdur. Əsası yəni algoritmi manipulyasiya edirik və bunun əsasında da sistemə keçid ala bilirik. Əslində çox da qəliz deyil, amma sadəcə biraz mövzunu dərindən başa düşmək lazımdır. İzlədiyiniz üçün təşəkkürlər.